Ənənəvi olaraq adət etdiyimiz oturaq dərs prosesində indi bir yenilik var. Demək, sağlam təhsil, sağlam millət pilot layihəsinə əsasən məktəblilər dərs prosesində 15 dəqiqə oturaq, 15 dəqiqə ayaq üstə olacaqlar və deyilənə görə belə dərs üsulu fiziki sağlamlığa müsbət təsir edir. Oturmaq yaxşıdır, ayaq üstə durmaq yaxşıdır? Normal. Hər birinizə maraqlı gələ bilər. Niyə dərs prosesində şagirdlərin yarısı ayaq üstə, yarısı isə oturaq vəziyyətdədir? Məsələ ondadır ki, bu şagirdlərin oxuduğu Məktəb Təhsil Nazirliyinin Sağlam Təhsil, Sağlam Millət layihəsinə qoşulan məktəblərdən biridir. Məktəbin birinci sinifində şagirdlər xüsusi həkim və psixoloq nəzarətindədirlər. Siniflərdə iki formada oturacaqlar və onlardan biri ənənəvi oturacaqdan fərqli olaraq ayaq üstü dərs keçmək üçündür. Şagirdlər 15 dəqiqə oturduqdan sonra 15 dəqiqə də ayaq üstündə dərs keçirlər. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, uşaqlar 11 il təhsil müddətində öz sağlamlıqlarını, fiziki sağlamlıqlarını, psixi sağlamlıqlarını itirməsinlər. Əksinə, təhsil almaqla yanaşı, intellektual səviyyələrini yüksəltməklə yanaşı, mənəvi baxımdan yetkin, fiziki, psixi baxımdan sağlam vətəndaşlar kimi formalaşsınlar. Bu isə həmin şagirdlərin sağlam böyüməsi üçün mühüm hesab olunur. Qeyd edək ki, Sağlam Təhsil, Sağlam Millət layihəsi Bakının 5 Sumqayıtın bir məktəbində artıq tətbiq edilir. Bu, hələ ki pilot layihədir və özünü doğruldacağı təqdirdə mərhələli şəkildə ölkənin bütün məktəblərində tətbiq olunacaq. Təhsil Nazirliyi bu istiqamətdə Səhiyyə Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzi qeyri-hökumət təşkilatı ilə birgə tədbirlər həyata keçirir. Elman Bakuvi, İlkin Mehdiyev, ATV Xəbər.